Qida zəhərlənmələrinə daha çox yay aylarında təsadüf edilir. Bu dövrdə temperatur yüksək olur və bu da bakteriyaların daha sürətli çoxalmasına şərait yaradır. Nəticədə qidalar tez xarab ola və zəhərlənmə riski yarana bilər. Bunun səbəbi isə qida ilə düzgün davranmamaq, sanitar-gigiyenik qaydalara əməl etməməkdir. Qida vasitəsilə yayılan xəstəliklərin qarşısını almaq və zəhərlənmə riskini azaltmaq üçün bir sıra sadə, amma vacib qaydalara əməl etmək kifayət edir. Yay mövsümündə xüsusilə ət, süd məhsulları istehlak edərkən daha diqqətli olmaq tövsiyə olunur. Məhsul alarkən qablaşdırmanın bütöv və zədəsiz olmasından əmin olmaq vacibdir. İstifadə müddəti bitmiş, rəngi, qoxusu dəyişmiş, kiflənmiş məhsullardan uzaq durmaq lazımdır. Pasterizə edilmiş və sterilizə olunmuş süd və süd məhsullarının saxlama müddəti onların emal üsulundan, qablaşdırmadan və saxlama temperaturundan asılı olaraq fərqlənir. Əlavə olaraq düzgün istifadə və saxlama üçün məhsulun etiketində qeyd olunan məlumatları, xüsusilə də son istifadə tarixi, saxlanma qaydaları və açıldıqdan sonra tövsiyə olunan istifadə müddətini diqqətli oxumaq və onlara əməl etmək vacibdir. Zəhərlənmələrin qarşısını almaq üçün tez xarab olan, məsələn, ət, toyuq, balıq kimi məhsulların tam bişirilməsi və təhlükəsiz istehlakı üçün onların ən azı 65 dərəcə və ya daha yüksək temperaturda hazırlanması tövsiyə edilir. Qida ilə təmasda olan səthlər, alətlər, avadanlıqlar təmiz saxlanılmalıdır. Qidalar üçün fərqli doğrama lövhələrindən və bıçaqlardan istifadə edilməlidir. Yeməkləri gündəlik hazırlamağa çalışın və əgər artıq qalıbsa, onu bir dəfədən çox qızdırmayın. Unutmayın, şəxsi gigiyena qaydalarına riayət etmək də ən vacib məsələlərdən biridir. Çünki xəstəliklərin çoxu çirkli əllər vasitəsilə yayılır.